Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accel fərəcəhum. Dünən Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin ümumilikdə 3 milyarddan çox borcla işləməsi ilə bağlı deməli məlumatlar yayıldı. Bu Bakı Metropoliteninin bir illik zərəli deyil, ümumilikdə zərəlidir. Bir illik zərəli təqribən 100 milyondan biraz çoxdur. Ümumilikdə isə 3 milyard 100 milyon manat dəyərləndirilir. Biz bu qərara gəldik ki, əvvəlcə deməli dövlət şirkətləri, hansı dövlət şirkətləri zərərlə işləyir mövzusuna bir göz ataq. Bakı Metropoliteni mi tək zərərlə işləyir, yoxsa başqa dövlət şirkətləri də zərərlə işləyir? Buna bir aydınlıq gətirək. Sonra niyə zərərlə işləyir sualı ətrafında deməli düşünəcəyik. Əvvəla bilirsiniz ki, dövlət şirkətləri o deməkdir ki, dövlət büdcəsindən o şirkətlər üçün müəyyən vəsaitlər ayrılır. Sadəcə o şirkətlər üçün vəsait ayrılır, amma o şirkətlər qazanc gətirmir. Heç biraz da daha yəni zərəri çoxalır. Əziz izləyicilər, məlum olur ki, əslində zərərlə işləyən dövlət şirkəti, dövlət idarəsi təkcə Bakı Metropoliteni deyil. Hansı şirkətlər, yəqin ki, sizə də maraqlıdır, hansı şirkətlər zərərlə işləyir, mən onları sizə bir-bir deyəcəm. Birinci, Azərxalça Açıq Səhmdar Cəmiyyəti. Bu da zərərlə işləyən dövlət şirkətlərindən biridir. Məlumatda qeyd olunur ki, təqribən bu Azərxalçanın ümumi zərəri 24 milyon 200 min yaxın yəni manatla söhbət edir. Civarında bir zərərdir. İkinci zərərlə işləyən dövlət şirkətlərindən ikincisi Azərsu Açıq tipli səhmdar cəmiyyətidir. Yəni Azərxalçanı hardasa başa düşmək olar. Əgər zərərlə işləyirsə, ümumiyyətlə buna niyə vəsait ayrılır və bu şirkətlər niyə özəlləşdirilmir? Bunlar hamısı deməli bizi düşündürən suallardır. Amma Azərsu ilə bağlı və sonra adlarını çəkdiyimiz deməli şirkətlərlə bağlı demək olar ki, heç bir məntiqi cavab tapmaq olmur bunların zərərlə işləməsinə görə. Azərsu Açıq tipli səhmdar cəmiyyəti, sonra Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti, Bakı Metropoliteni nəhayət və Bakı Metropoliteninin eyni zamanda onu deyim ki, Azərsu Açıq tipli səhmdar cəmiyyətinin zərəri milyardlarla hesablanır, milyardlardır. Sonra dəmir yolunda deməli Azərdəmir yolunda da zərərlər çox böyükdür. Sonra Bakı Metropolitenində də dediyim kimi 3 milyardı keçib artıq. Azərbaycan Hava Yolları deməli Azal. Bilirsiniz ki, Azal dünyada bu hava yolları ilə bağlı ən baha bilet demək olar ki, Azərbaycan Azal satır. Azalın biletləri müqayisədə digər ölkələrin hava yolları deməli biletləri ilə 2 dəfə az qala bahadır. Amma buna rəğmən yenə də başqa ölkələrin hava yolları ilə bağlı firmaları, şirkətləri qazanc əldə edirlər, hələ dövlətə də vergi verirlər və s. Amma bizimki dövlətdə yeyir, nə qazanc var, nə deməli belə bir söz var, deyir ki, toyuq yumurtamadı, bəs fala necə oldu? Toyuğun altına bir yumurta qoyurlar, ona fala deyirlər, o toyuğu orada o yumurtanı görüb yumurtasın deyə. Belə hallarda bu misal çəkilir ki, yaxşı, qazancı heç, bəs bunun axı mayasını da dövlətin ayırdığı büdcəni də, pulu da sən yoxa çıxartmışsan. Bəs bunlar heç olmasa bu falanı deməli yox eləmişsən, onu heç olmasa yerinə qoy. Bəli, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Azal, o da böyük zərərlə ki, bununla bağlı
zaten deməli bunların hər biri ilə bağlı məlumatlar mətbuatda gedir. Zərərlə işləyir bu informasiyaları yaymaq əslində ayıb olmalıdır. Həmin o şirkətlər deməli öz yaratmazlıqlarını gizlətməlidirlər. Amma bunlar nədənsə deməli açıq şəkildə mediaya bu barədə məlumatlar verirlər filan. Bu görünür ki, burada şirkətlər özlərini sığortalayır bəlkə də və yaxud da bir mesaj verir ki, ay cəmaət, ay xalq, mən elə normal işləyirəm, mənim üzərimə qonan o acılar, yırtıcılar əlimizdən alıb aparırlar. Bu barədə bu siyahını təqdim edəndən sonra danışacağıq. Azərqaz İstehsalat Birliyi qazla bağlı biz bilirik də həm Azərişıq, həm Azərqaz ölkədə vəziyyət necədir, qazın satışı deməli xalqa satış qiyməti ilə başqa ölkələrə satış qiymətində çox böyük fərqlər var. Sonra indiki deməli smart kartlardır böyük əksər sayğacların əgər abunent pul ödəmirsə, qazın pulunu öncədən ödəmirsə o qaz istifadə edə bilmir və s. Belə bir bütün məhdudiyyətlər olduğu dövrdə bu cür Azərqaz necə zərərlə işləyə bilər? Bu sualı İlham Əliyev cavablandırmalıdır əslində. İlham Əliyev cavablandırmalıdır. Azərqaz və digər bu şirkətlərin rəhbərləri bu sualları cavablandırmamalıdır. Birbaşa İlham Əliyev özü cavablandırmalıdır. Növbəti deməli zərərlə işləyən şirkətlərdən də biri Azərenerji Açıq bir səhmdar cəmiyyətidir. Bunun da təbii ki milyonlarla borcu var, zərərlə işləyir və s. Əziz izləyicilər, mənim əldə etdiyim təqribən 7 dövlət şirkətinin adını sizə dedim. Bunlar deməli mütəmadi şəkildə hər ilin sonunda məlumat verirlər ki, biz zərərlə işləmişik və sanki zərərlə işləmişik deməklə elə bil ağ bayraq qaldırmaq məqsədi deməli elə bir sanki ağ bayraq qaldırırlar. Ağ bayraq qaldırmaqla zərər öz deməli fəaliyyətsizliklərini, yaratmazlıqlarını bu ağ bayraqla ört-basdır eləməyə çalışırlar. Zərərlə işləyir və bu qədər hər il özdə bu baş verir və nəhayət, nəticədə baba elə saydığım deməli təqribən 7 dənə dövlət şirkəti hər il açıqlama verir ki, biz zərərlə işləyirik. Yaxşı, əgər bu şirkətlər zərərlə işləyirsə, baxın siz elə adi internet üzərində bir araşdırma aparsınız, görəcəksiniz ki, bu yeni məlumatlar deyil. Təqribən 2010-cu ildən 15 ildən çoxdur ki, artıq hər il eyni məlumatlar tirajlanır, mətbuatda dərc olunur, hər ilin sonunda filan şirkət zərərlə işlədi, nə qədər zərəri var, filan şirkət zərərlə işlədi və s. Bu zərərlə işləməsinə rəğmən görürük ki, həmən şirkətlərin başında duran insanlar elə yerlərindədirlər, zərdə qədər də o tərəfə tərpənməyiblər. Əgər birinci sual budur ki, əgər həqiqətən bu dövlət şirkətləri zərərlə işləyirlərsə, niyə bunların fəaliyyət prinsiplərində hər hansı bir dəyişiklik baş verməyib? Və yaxud da bunların rəhbərləri niyə bu günə qədər dəyişilməyib? Elə eyni adamlardır və nə bunların fəaliyyət prinsipi dəyişilib ki, adətən bir dəfə zərərlə işlədirsə, onun artıq önləm alınmalıdır və növbəti ildə o zərər aradan qaldırılmalıdır, qazancla, gəlirlə işləməlidir. Amma biz görürük ki, eyni firmalar, eyni şirkətlər hər il zərərlə işləyirlər və o zərərin qarşısını almaq üçün orada hər hansı bir fəaliyyət planının dəyişdirilməsi ilə bağlı heç bir addım atılmayıb və o elə zərərlə işləyə gəlir və nəhayət milyardlarla manat deməli həqiqətən görürük ki, dövlət şirkətləri milyardlarla manatı zərərdir, yoxdur. Ortada dediyim kimi nə yumurtası var, nə falası var. Bunlar deməli böyük bir sualdır əslində hər biri. Əziz izləyicilər, əziz Azərbaycan xalqı, əziz vətəndaşlar, mən sizə tam əminliklə deyirəm ki, bu adını saydığım şirkətlərin heç birinin zərərlə işləməyinin ehtimalı belə yoxdur. Çünki belə deyək də, bu şirkətlərin
məsələn, metropoliten niyə zərərlə işləməlidir? Biz gəlin görək metropolitenin deməli işləmə mexanizmi nədir? Burada əsasən elektrikdir, yəni metro stansiyalarının tikilişidir və s. Yəni pulun xərc olunması maaşlardır və s. Adi bir hesablama biz aparsaq, bir günün hesablamasını aparsaq, bu sadə bir hər bir bunun üçün yəni iqtisadçı da lazım deyil olmaq filan bəsməşən. Bunun bir gün metrodan Azərbaycanda Bakı metrosundan nə qədər insan istifadə edir və metronun qiyməti də məlumdur, ortadadır. Ümumi gəlir ortaya çıxırsa və ümumi xərcləri də biz əgər müqayisə eləsək, görürük ki, əslində nəinki zərərlə, hətta bir neçə dəfə qazanc gətirir. Və nəticədə niyə görə bu cür eyni zamanda olsun Azərişıq, eyni zamanda olsun Azərqaz, ondan sonra xüsusən daşınma məsələləri, dəmir yolu, ondan sonra deməli yeni avtobuslar, Bakı Bus idi, səhv eləmirəmsə o firmanın adı. Bakı Bus görürsən ki, dövlət ona müəyyən məbləğdə vəsait ayırır və zərərlə işləyir. Necə də zərərlə işləməlidir? Hər kəs kartla pulunu ödəyir, minir, kartsız və yoxsa pulsuz cəmaatı daşımırlar ki, hər kəs pulun verməyən adamı biz dəfələrlə şahid olmuşuq ki, hər hansı bir nəqliyyata, metroya kimi buraxarlar pulsuz? Polislər orada müəyyən cihazlar var, ödəniş edib sonra açılmalıdır, sən keçəsən ora. Yəni metrodan istifadə edən hər bir şəxs pulla istifadə edir və həmən o ödənişini eləyir. Avtobusa minən hər bir şəxs ödənişini eləyir. Qazından istifadə edən hər bir şəxs ödənişini eləyir. Azalla harasa uçmaq istəyən hər bir şəxs mütləq daha baha qiymətinə ödənişini eləyir. Yaxşı, bu ödənişlər 2 qat baha qiymətinə olursa biz bilirik ki, deməli müqayisədə beynəlxalq aləmlə müqayisədə bizdə bu xidmətlərin qiyməti daha bahadır. Çünki əhalinin gəliri ilə xərclərin biz ümumi bunları nəzərə alsaq, görürük ki, biz məsələn digər ölkələrdən bizdə logistika, sonra daşınma, nəqliyyat falan bunlar hamısı baha gəlib çatır. Hələ bu qaz, sonra digər məhsulları demirəm. Burada bəli, bu müəmmalı bir vəziyyət yaranır ki, yaxşı necə olur, hər kəs pulunu ödəyib avtobusa minirsə, niyə avtobus axırda borclu qalmalıdır? Hər kəs pulunu ödəyib metroya minirsə, niyə metro borclu qalmalıdır, zərərlə işləməlidir? Əziz izləyicilər, burada söhbət heç bir zərərdən gedə bilməz. Bu ki, hər il bu hələ mən 7 dənə şirkətin, dövlət şirkətinin adını çəkdim, dövlət şirkəti elan edir ki, biz zərərlə işləyirik. Əslində bu məsuliyyəti üzərindən götürmək üçündür. Dediyim kimi, normalda bu elan etməməlidir. Çünki ayıb bir iş görür. Qardaş, sən zərərlə işləyirsənsə, bu şirkəti rəhbərlik edə bilmirsənsə, yaratmaz siyasət yürüdürsənsə, istefa verib getməlisən və yaxud da səni rəhbərlik uzaqlaşdırmalıdır o vəzifədən. Amma sən yerində qalırsan, sadəcə bu məsələ ilə mesaj verir ki, mən zərərlə işləyirəm. Demək istəyir ki, Azərbaycan hakimiyyətinin başında duran İlham Əliyev və onun ailəsi bu məbləği məndən, deməli, bu məbləği götürdü. Baxın, deməli, əgər bugün Bakı metropoliteni açıq şəkildə bəyan edir ki, mənim ümumi zərərim 3 milyard 1 milyon manat civarındadır. O deməkdir ki, İlham Əliyev metrodan 3 milyard pulu mənimsəyib, götürüb. Bugün başqa Azərenerji əgər bəyanat verir ki, məsələn, mənim ümumi bu 15 ildə, 20 ildə mənim ümumi zərərim xərc eləyə 5 milyarddırsa, bu o deməkdir ki, deyir ki, İlham Əliyev məndən 5 milyard götürdü. Azərqaz elə, sonra Azal elə və s. dəmir yolları elə. Yəni bir mənalı olaraq bu şirkətlərin zərərlə işləməsinin heç bir ehtimalı yoxdur. Mən əslində iqtisadçı deyiləm, yəni bu məsələlərin o dərinliyinə girmək istəmirəm və iqtisadçı olmadığım üçün də girmirəm. Amma sadəcə ümumi bir, bunun üçün qeyd elədiyim, iqtisadçı olmaq lazımdır. Adi hesab 2+2-ni bilən adam deməli ən sadə formada bunu hesablaya bilir və nəticə əldə eləyə bilər ki, necə heç bir halda bu adını çəkdiyim şirkətlər zərərlə işləyə bilməzlər.
O zaman bu niye zərər ortaya qoyulur? Bəli, nəticə budur ki, İlham Əliyevin bu şirkətlərdən götürdüyü pullar sadəcə orada sənədləşdiriləndə zərərlə işləyir, sənədləşdirilir və salam. Çünki orada o detallar xalqdan gizlədilir. Dediyim kimi, məsələn, bir gündə neçə kub qaz satılıb və bunun maya dəyəri nədir və yaxud da qazancı nədir, gəliri nədir, filan. Bunları heç kim hesablayıb, yəni xalqdan gizlədilir, bu hesablayıb cəmiyyətə məlumat verilmir. Bəli, iqtisadçılar bunu ümumi şəkildə bir hesablama apara bilərlər. O daha yaxşı olar ki, bu detalları hesablayıb qoysunlar. Amma təəssüflər olsun ki, Azərbaycanda vəziyyət elə bir hala gəlib çatıb ki, bu məsələlərin, yəni bu zərərlə işləyir, bu siyasi bir qərardır, siyasi bir termindir və bu siyasi termini, siyasi qərarı maraqlanan, onun həqiqətini ortaya qoyan iqtisadçılara da təbii ki, siyasi baskılar olacaq. Onlar da ona görə o siyasi baskılardan da əksəriyyəti qorxduqları üçün bu məsələlərin üstünə getmirlər və yaxud da bu məsələləri ictimailəşdirmirlər. Özləri bilirlər, amma sadəcə ictimailəşdirmirlər. Əziz Azərbaycan xalqı, əziz cəmiyyət, əhali, İlham Əliyev hakimiyyəti, Əliyev rejimi bu zərər adı ilə dövlət şirkətlərindən, dövlət büdcəsindən, bizdən, bizim boğazımızdan kəsdiyi vəsaitdir. Gördüyünüz kimi, deməli, məbləği fantastik rəqəmdədir. Milyardlarla manat olan bir məbləği bu İlham Əliyev mənimsəyir, oğurlayır. Ona görə, məsəl üçün, gedir dəyəri 1 milyard manat olan təqribən 500 milyon evro idi. 1 milyard manat olan, məsələn, hotel alır, sonra başqa ölkələrdə malikanələr alır, ondan sonra müəyyən işlər görür. Ondan əlavə, hətta inkişaf etmiş Avropa ölkələrində kilsə təmir elətdirir, yardımlar eləyir filan. Bunları hardan eləyir? Bunları hamısını bu formada, bu və digər formada Azərbaycan büdcəsindən mənimsədiyi və yaxud da oğurladığı, öz deməli, həqiqi termindən desək, oğurladığı vəsaitlərin hesabına gəlir. Məsələn, Fransada bir dənə kilsəni təmir edir və yaxud da Avropanın digər ölkələrində müəyyən, deməli, rüşvətlə müəyyən işlər görür. Avropalı deputatları rüşvətlə alır ki, Azərbaycan dövləti hakimiyyəti haqqında hesabatlar müsbət şəkildə yazdırılsın. Bu günlərdə də biz şahidi olduq ki, Almaniyanın keçmiş deputatlarından biri Azərbaycan hökumətindən rüşvət aldığı üçün məhkəmə qarşısına çıxarılıb və onun məhkəmə prosesi gedir və s. Deməli, əziz izləyicilər, aydın olur ki, əslində dövlət şirkətlərinin zərərlə işləməsi real bir vəziyyət deyil. O zərərlər, o məbləğlər ki, zərər kimi göstərilir, onların hamısı İlham Əliyev oğurlayır, onun özü, ailəsi dövlət büdcəsindən, xalqdan oğurlayır və nəticədə xalqın günü də məlumdur. İnsanların yaşayışı, insanların deməli, işsizliyi, ölkədən qaçmaları, ölkənin hansı vəziyyətə gəlib düşməsi hamının gözü qarşısındadır. Hər kəs bunu gözü qarşısında deyil əslində. Hamı bunu yaşayır, hiss eləyir, öz həyatında görür. Azlığı, deməli, soyuğu, işsizliyi, pulsuzluğu hamısını insanlar, Azərbaycan insanı yaşayır və bu cür məsələlərdə də biz əslində bu ünvanı göstərməliyik, dəqiq göstərməliyik ki, əziz Azərbaycan xalqı, siz ki bu cür məhrumiyyətlərlə yaşayırsınız və eyni zamanda da çıxıb yaşasın İlham Müzəffər Ali Baş Komandar deyilsiniz, amma sizi bu gündə yaşadan, ölkəni bu günə qoyan elə sizin dediyiniz o Müzəffər Ali Baş Komanda, oğru Ali Baş Komandanızdır. O əslində Müzəffər yox, oğru Ali Baş Komandan deməli, adı kimi səsləndirilirsə daha yaxşı olar və ümid edirəm ki, tarix bunu mütləq belə də adlandıracaq. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Sonda mən xahiş edirəm ki, videonu bəyənin, paylaşın və kanala da abunə olun ki, bizim videolarımız dərhal sizə çatsın.